Astaranın çay plantasiyalarında mövsümün ən bərəkətli dövrüdür. Yaşıl yamaclarda ilk yığım davam edir. İndi toplanan tər yarpaqlar daha yumuşaq, ətirli və faydalı olması ilə fərqlənir. Kicəbə ərazisində artıq çay sahələrində 10 gündür ki, yığım başlayıb. Hazırda yığım prosesi davam edir. Qeyd edim ki, əllə 3 yarpaq yığımı baş tutur və ənənəvi üsulla prosesi aparılır. Qeyd edim ki, aparılan prosesdən sonra çay yığımı 3 gün ərzində bitəcək və alaq otlarından təmizlənmə sahələrdə isə suvarılma işləri aparılacaq. Bu qayda ilə çay plantasiyalarında yarpaq yığımı payızda havalar soyuyana qədər davam edəcək. Yığım 2, 3, hətta 4 yığım olur. 4 yığım payız fəslində havaların şəraiti əlverişli olmazından asılıdır. Payız fəsli yaxşı isti keçəndə 4-cü yığım, qəşəng 4-cü yığımı da qəşəng yığırıq. Yığırıq da 3 gündən yuxarı. Astara çayı özünə məxsus dadı və ətri ilə həm daxili, həm də xarici bazarda seçilir. Bu çayın bir hissəsi Kicəbə qəsəbəsinin Lovayn kəndinin payına düşür. Biz 30 torpaqdan may ayında 1 ton 600 kiloqram götürmüşük. Ümumiyyətlə 4 dəfə çay yığımı olur. Suvarma yaxşı olanda yenə də həmən çəki qalır. Suvarma olmayanda çəki azalır. Bura Lovayn adlanır, Lovayn kəndi adlanır. Kicəbə qəsəbəsinin tərkibində 30-cu illərdə bu sahalar əkilib. Rayon üzrə isə indiyə qədər 800 tona qədər yaşıl çay yarpağı yığılıb və emal edilib. Hazırda yığım prosesi Çayova, Şüvi və Kicəbə qəsəbəsində yığılır. Yəni birinci çay yığımıdır. Buna may çay yığımı deyirlər, davam edir. Emal üçün hara göndərilir? Emal üçün ilk emala çay emalı fabriklərinə göndərilir. Deməli, bizdə rayonumuzda 3 emal müəssisəsi vardır. Astara ölkəmizin əsas çayçılıq rayonlarından biridir. Ötən il burada 230 hektardan çox sahədən 725 ton yaşıl çay yarpağı yığılıb. Bu il daha çox məhsul gözlənilir. Nuranə Tələt qızı Rəşidə Zülfüqarova, AzTV xəbər.